Herkese salam, yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizə sözünlər mövzusunun davamı olaraq temporale prepozisyonları izah edirəm. Keçən dərsimizdə biz lokale prepozisyonun, yəni yer, məkan, istiqamət bildirən sözünlərini öyrənmişdik. Bugün isə sizə temporale prepozisyonun, yəni zaman bildirən sözünlərini izah edirəm. Zaman bildirən sözünlər van, nə vaxt, nə zaman, wie lange, nə qədər müddətə, seit wann, nə vaxtdan bəri, bis wann, nə vaxta qədər suallarından birinə cavab verir. Temporale prepozisyona aid sözünlər aşağıdakılardır. Birinci, genitiv yəlnik halını tələb edən sözünlərdən außerhalb, innerhalb, binnen, während. İkinci, dativ halını tələb edən sözünlərdən an, ab, bei, in, nach, vor, zu, zwischen, seit, von an, von bis. Üçüncü, akusativ təsirlik halını tələb edən sözünlərdən isə auf, gegen, für, über. İndi buradan deyə bilərsiniz ki, müəllimə, bəzi sözünlər var idi ki, biz bunu keçən dərs lokale prepozisyonda da öyrənmişdik. Bəli. Mən sizə sadəcə sadə bir izah olsun deyə belə başa salım ki, necə Azərbaycan dilində amonim sözlər var, yəni deyilişi və yazılışı eynidir, ancaq müxtəlif mənalar verir. Alman dilində də bu demək olar ki, eynən belədir. Məsəl üçün, außerhalb kənarındaydı. Bu, həm lokale prepozisyonda istifadə olundu, yəni məkanını bildirdi, yerini bildirdi. Amma artıq temporal prepozisyonda isə baxın, zamanı bildirir. İndi birazdan nümunələr içərisində daha yaxşı başa düşəcəksiniz. Elə isə gəlin baxaq, genitiv yəlnik halını tələb edən sözünlərə. Deməli, van nə vaxt, nə zaman sualına cavab verir. Birinci sözünümüz während ərzində, müddətində, zamanı kimi tərcümə olunur. Mütləq özündən sonra gələn söz ismin genitiv yəllik halında olmalıdır. Məsəl üçün, deyirik ki, atam səhər yeməyi zamanı qəzet oxumağı xoşlayır. Səhər yeməyi zamanı. Zamanı necə ifadə edirik? Während. Səhər yeməyi nədir? Das Frühstück. İndi während plus genitiv olduğuna görə das Frühstück'ün bizə genitiv forması des Frühstücks lazımdır. Ona görə während des Frühstücks, yəni zamanının aid olduğu söz səhər yeməyidir. Ona görə biz səhər yeməyinin genitiv formasını deyirik. Və deyirik ki, mein Vater mag während des Frühstücks die Zeitung lesen. Atam səhər yeməyi zamanı qəzet oxumağı xoşlayır. Deməli, während necə oldu? Ərzində, yəni səhər yeməyi müddətində, səhər yeməyi ərzində, səhər yeməyi vaxtında kimi tərcümə olundu. İkinci sözünümüz isə innerhalb. Nədir? Bu da müddətində, içində. Artıq burada zamanı bildirir. Məsəl üçün, mən 1 saat içində həkimə getməliyəm. 1 saat içində. İçində nədir? Innerhalb. Plus genitiv olduğuna görə 1 saat, eine Stunde, hallandığına görə genitivdə eine Stunde deməliyik. Innerhalb eine Stunde. Və deyirik ki, ich soll innerhalb einer Stunde zum Arzt gehen. Mən 1 saat içində həkimə getməliyəm. Gördünüz, burada artıq innerhalb nədir? Zamanı bildirdi. Üçüncü sözümüz isə außerhalb. Baxırıq, bu da həmçinin zamanı, müddəti kimi tərcümə olunur. Dərs zamanı danışmaq olmaz. Zamanı außerhalb. O da während ilə yenə də deyə bilərik. Fərqi yoxdur. Aid olduğu söz dərs. Der Unterricht plus genitiv olduğuna görə bizə der Unterricht'in genitiv forması des Unterrichtes lazımdır. Deyirik ki, außerhalb des Unterrichts darf man nicht sprechen. Dərs zamanı danışmaq olmaz. Bu sözünlər aid oldu genitiv yəlnik halını tələb edən sözünlərə. İndi baxırıq, dativ yönlük halını tələb edən sözünlər hansı ki zaman bildirən sözünlərdir bu. Birinci an. Günün hissələri, günlər, tarix, həftə sonu varsa biz mütləq andan istifadə edirik. Biz bilirik ki, aylar kişi cinsinə aid olduğuna görə zum Beispiel der Januar, der März. An plus dativ olduğuna görə, yəni an dem birləşir olur am. Əgər tarixləri oxumağı bilmirsinizsə, o zaman sıra sayılar mövzusuna aid olan videoya baxmağı tövsiyə edirəm ki, orada izah etmişəm ki, aylar necə oxunur. Qısaca belə deyim ki, sıra sayı formasında biz
deyirik. Əgər am varsa, mütləq şəkildə n şəkilçisini əlavə etməliyik. Məsəl üçün, nümunəyə baxırıq ki, biz aprelin 15-də valideynlərimin yanına getməliyik. Artıq aprelin 15-də. Görürsünüz, nədir? Dəqiq tarixi bildirir. Ona görə andan istifadə etməliyik. Deyirik ki, wir sollen am 15. April zu meinen Eltern gehen. Biz aprelin 15-də valideynlərimin yanına getməliyik. Aprelin 15-də am 15. April. Və yaxud ikinci nümunəmiz, mənim sərgilərim bazar ertəsi və yaxud bazar ertəsində, yəni birinci gündə Victor's Residence oteldə baş tutacaq. Deməli, bazar ertəsi nədir? Der Montag. Bazar ertəsində am Montag. Niyə? Çünki nədir? Gündür. Həftənin günləridir. Və deyirik ki, meine Kunstausstellungen finden am Montag im Victor's Residence Hotel statt. Mənim rəsm sərgilərim bazar ertəsi Victor's Residence Hoteldə baş tutacaq. İkinci sözünümüz isə abdır. Ab günlərin, ayların, illərin başlanğıcı zamanı istifadə olunur. Yəni necə? Məsəl üçün, mən sabahdan yoqaya başlayıram. Sabahdan. Nədir? Bir başlanğıc var. Ona görə sabah nədir? Morgen. Sabahdan demək istəyiriksə, bu zaman biz ab, yəni dativ yönlü kalını tələb edən söz önündən istifadə edib. Deməliyik ki, ab morgen beginne ich mit yoga. Bu əks söz sıralı cümlə quruluşudur. Düzgün söz sıralı cümlə quruluşunda desək, ich beginne ab morgen mit yoga. Mən sabahdan yoqaya başlayıram. Və yaxud ikinci nümunə, yoldaşımla yanvardan pəhriz saxlayacağam. Yanvar nədir? Yanvar. Yanvardan bir başlanğıcı bildirdiyinə görə abdan istifadə edirik və deyirik ki, ab Januar werde ich mit meinem Mann eine Diät machen. Yoldaşımla yanvardan pəhriz saxlayacağam. Daha sonra bay sözünümüz zamanında, zamanı əsnasında kimi tərcümə olunur. Məsələn, zəhmət olmasa yemək bişirərkən, yemək bişirən zaman saçlarınızı yığın. Bu zaman baydan istifadə edirik və deyirik ki, bay plus dativ olduğuna görə bizim istifadə edəcəyimiz söz orta və ya kişi cinsli isim olarsa, o zaman bay plus dem olduğuna görə birləşir olur bay və deyirik ki, sammeln Sie bitte Ihre Haare beim Kochen. Zəhmət olmasa yemək bişirərkən saçlarınızı yığın. Yemək bişirən zaman beim Kochen olaraq istifadə etdik. Və yaxud yoga zamanı mən heç nə danışmıram. Yoga zamanı, das yoga orta cinsli isimdir. İndi yoga zamanı deyiriksə, bu zaman dativ formanı deyirik. Beim yoga. Beim yoga spreche ich nichts. Mən yoga zamanı heç nə danışmıram. Daha sonra in aylarda, illərdə istifadə olunur. An isə bayaq qeyd etdiyimiz kimi, əgər dəqiq tarix varsa, bu zaman biz andan istifadə edirik. Məsəl üçün, deyirik ki, məktəblər sentyabrda açılır. Sentyabrda nədir? Ayı bildirir. Aylar kişi cinsinin olduğuna görə dativ də gəlməlidir. In plus dativ olur im. Və deyirik ki, die Schulen öffnen im September. Məktəblər sentyabrda açılır. Və yaxud da qızım 8 avqust 2018-ci ildə anadan olub. Burada 8 avqust dəqiq tarix olduğuna görə biz andan istifadə edirik. Bayaq qeyd etdiyim kimi an plus dativ olduğuna görə am və sıra sayımızın sonuna n şəkilçisini əlavə edib deyirik ki, meine Tochter ist am 8. August 2018 geboren. Qızım 8 avqust 2018-ci ildə anadan olub. Növbəti söz önümüz isə for. For plus dativ. Bu nədir? For müəyyən zamandan öncəni bildirir. Məsəl üçün, işdən öncə banka gedəcəm. Artıq burada, yəni əvvəl, işdən öncə. Öncəni əvvəl ifadə etmək istəyiriksə, fordan istifadə etməliyik. For da plus dativ olduğuna görə biz fordan sonra gələn ismi nə etməliyik? Dativ halda deməliyik və deyirik ki, vor der Arbeit werde ich zur Bank gehen. İşdən öncə mən
banka gedəcəm. İşdən öncə vor der Arbeit. Səhər yeməyindən əvvəl, səhər yeməyindən öncə dərman içməlisən. Səhər yeməyi nədir? Das Frühstück. Əvvəl nə idi? Vor. Vor plus dativ olduğuna görə vor dem Frühstück formasında deməliyik və deyirik ki, du sollst vor dem Frühstück eine Tablette nehmen. Sən səhər yeməyindən əvvəl dərman içməlisən. Nach isə vorun əksinə müəyyən zamandan sonranı bildirir. Məsəl üçün, biz günorta yeməyindən sonra uşaqlarla parka gedəcəyik. Günorta yeməyi nədir? Das Mittagessen. Sonra nə idi? Nach. Nach plus dativ olduğuna görə deyirik ki, nach dem Mittagessen. Və cümləmizə qaydırıq. Wir werden nach dem Mittagessen mit den Kindern in den Park gehen. Biz günorta yeməyindən sonra uşaqlarla parka gedəcəyik. Deməli, keçən dərsimizdə biz naxı lokal prepozisyonda görmüşdük. Nə indi istiqamət bildirirdi, yön bildirirdi. Amma görürsünüz artıq burada zaman bildirdi. Burada artıq zamanı bildirdi. Növbəti cümləmiz işdən sonra Yulia ilə kafedə görüşəcəm. İşdən sonra sonranı ifadə etmək istəyiriksə nach plus dativ olduğuna görə nach der Arbeit. Arbeit'in artikel nədir? Die Arbeit. Dativ forması olur der Arbeit. Deyirik ki, nach der Arbeit werde ich mit Julia im Kafe treffen. İşdən sonra Julia ilə kafedə görüşəcəm. Gördünüz, işdən əvvəl vor der Arbeit, işdən sonra nach der Arbeit formasında. İndi növbəti sözünə baxırıq. Zu nədir? Özündən sonra dativ halı tələb edən sözünüdür. Zu zaman mənasında bayramlarda və xüsusi günlərdə və müəyyən məqamlarda istifadə olunur. Məsələn, yeni ildə ailəmizi ziyarət edirik. Yeni ildə artıq deməliyik ki, zu Neujahr. Zu Neujahr besuchen wir unsere Familie. Yeni ildə ailəmizi ziyarət edirik. Və yaxud ad günümdə hədiyyələr alıram. Ad günüm nədir? Xüsusi bir gündür. Ona görə deyirik ki, ad günümdə zu meinem Geburtstag bekomme ich Geschenke. Və yaxud bu dövrdə hava çox soyuq idi. Bu dövr, dieser Zeit, bu dövrdə artıq zu ilə istifadə etməliyik və dativ formada zu dieser Zeit war das Wetter sehr kalt. Bu dövrdə hava çox soyuq idi. Növbəti sözünümüz zwischen. Bu ilə arasında kimi tərcümə olunur. Zum Beispiel Martin işə saat 9-10 arasında gəlir. Saat 9-10 arasında. Arasındanı artıq zwischen ilə ifadə etməliyik və deyirik ki, Martin kommt zwischen 9 und 10 Uhr zur Arbeit. Martin işə saat 9-10 arasında gəlir. Yanvarın 27-sindən fevralın 2-sinə kimi tətil günlərdir. Burada bunu von bislə də ifadə edə bilərik. Və belə də deyə bilərik ki, yanvarın 27-si və fevralın 2-si arasında bayram günləridir, tətil günlərdir. Deyirik ki, zwischen dem 27. Januar und dem 2. Februar sind Feiertage. Yanvarın 27-si və fevralın 2-si arasında. Növbəti sözünümüz seit. Bu bəri kimi tərcümə olunur və zamanı bildirir. Deyirik ki, keçən cümədən bəri dişim ağrıyır. Cümə nədir? Freitag. Keçən nədir? Letzte. Seit plus dativ olduğuna görə deyirik ki, seit letztem Freitag habe ich Zahnschmerzen. Keçən cümədən bəri dişim ağrıyır. Növbəti cümləmiz valideynlərim 2007-ci ildən bəri İsveçrədə yaşayırlar. 2007-ci ildən seit 2007. Deyirik ki, meine Eltern wohnen seit 2007 in der Schweiz. Valideynlərim 2007-ci ildən bəri İsveçrədə yaşayırlar. Daha sonra hansı ki bayaq qeyd etdiyimiz sözünü ab nə idi? Başlanğıcı bildirirdi. Von an da eynən bunun sinonimidir. Məsəl üçün, qardaşım gələn həftədən siqareti tərk etmək istəyir. Gələn həftədən abla da ifadə edə bilərik. Von andan da istifadə edə bilərik. Məsəl üçün, von nächste Woche an will mein Bruder mit dem Rauchen aufhören. Burada die Woche qadın cüzlü isim olduğuna görə nächste Woche gələn həftə dativ formada deyirik. Ona görə nächste Woche. Von nächste Woche an
will mein Bruder mit dem Rauchen aufhören. Və yaxud bazar ertəsindən məktəbdə işləməyə başlayacağam. Yenə qeyd etdiyimiz kimi bazar ertəsindən, bazar ertəsi nədir? Montag. Bazar ertəsindən ab Montag beginne ich in der Schule zu arbeiten. Sonuncu söz önümüz isə von bis. Bu nədir? Dan qədər. Məsəl üçün, məktəblər sentyabrdan iyuna qədər, sentyabrdan iyuna qədər ifadə etmək istəyiriksə, von bisdən istifadə etməliyik. Deyirik ki, die Schulen sind von September bis Juni geöffnet. Burada artıq bizim öyrəndiklərimiz dativ yönlük halını tələb edən, zaman bildirən söz önləri idi. İndi akuzativ təsirlik halını tələb edən söz önlərə baxırıq ki, bunlar da eynən zamanı bildirən söz önlərdir. Auf. Auf gələcəkdə baş verəcək hadisələr, bayram və özəl günlər üçün istifadə olunur. Məsələn, imtahanı gələn həftəyə təxirə saldıq. Gələn həftəyə artıq nədir? Gələcək zamanı bildirdiyinə görə aufdan istifadə etməliyik. Auf plus akuzativ olduğuna görə wir haben die Prüfung auf nächste Woche verschoben. İmtahanı gələn həftəyə təxirə saldıq. Digər nümunə, biz Novruza hazırlaşmalıyıq. Novruz nədir? Bayramdır. Gələcəyə aid olduğuna görə aufdan istifadə edirik. Wir müssen uns auf Novruz vorbereiten. Wir müssen uns auf Novruz vorbereiten. İkinci söz önümüz umdur. Bunu mütləq şəkildə dəqiq saatlarda istifadə edirik. Məsəl üçün, uşaqlar saat 2-də rəqs məktəbindən gəlirlər. Deyirik ki, die Kinder kommen 14 Uhr aus der Tanzschule. Saat 2-də. 14 Uhr. Və yaxud Lara'nın saat 12-də, həkimdə termini var, saat 12-də, 12 Uhr. Növbəti dərslərdə isə saatı izah edəcəm, narahat olmayın. Lara hat 12 Uhr einen Termin beim Arzt. Saat 12-də, 12 Uhr. Üçüncü söz önümüz gegen, qeyri-dəqiq saatlar ifadə edir. Misal üçün, qonşum saat 11 radələrində evə gəldi, 11-ə qarşı gegen 11 Uhr deməliyik və deyirik ki, mein Nachbar kam gegen 11 Uhr nach Hause. Saat 11 radələrində gegen 11 Uhr. Cinayət səhərə yaxın baş vermişdir. Səhər saatlarında, səhər nədir? Morgen. Səhər saatlarında gegen morgen. Səhərə yaxın gegen morgen formadan istifadə olunur və deyirik ki, der Mord ist gegen morgen geschehen. Cinayət səhərə yaxın baş vermişdir. Digər söz önümüz isə für. Bu müəyyən bir müddətə istifadə olunur. Məsəl üçün, dayım bir həftəliyinə İspaniyaya uçmaq istəyir. Bir həftəliyinə nədir? Müəyyən bir müddətdir və deyirik ki, für eine Woche. Cümləmizə baxsaq, mein Onkel möchte für eine Woche nach Spanien fliegen. Dayım bir həftəliyinə İspaniyaya uçmaq istəyir. Die Woche, eine Woche akuzativ form olduğuna görə für eine Woche formasında dedik. O avtomobilini 2 günlük borc verib. Gün nədir? Tag. Biz bilirik ki, miqdar sayına sonra gələn isim cəmlənməlidir. 2 Tage akuzativ formada olur. Für 2 Tage. 2 günlüyünə. Er hat sein Auto für 2 Tage verliehen. O avtomobilini 2 günlük borc verib. 2 günlüyünə nədir? Müəyyən bir müddəti bildirir. Sonuncu söz önümüz isə über oder mehr als. Bu nədir? Dan çox, artıq. İndi nümunə içərisində daha yaxşı başa düşəcəksiniz. Məsəl üçün, mən səni dünən bankın qarşısında 1 saatdan çox gözləmişəm. 1 saatdan çox ya überdən ya da mehr als'dan istifadə etməliyik. Akuzativ halını tələb edir və gördüyünüz kimi zamanı bildirir. Deyirik ki, ich habe gestern über eine Stunde vor der Bank auf dich gewartet. 1 saatdan çox, 1 saat nədir? Eine Stunde. Akuzativ forma eyni qalır. 1 saatdan çox, überdən istifadə edirik. Über eine Stunde. Ich habe gestern über eine Stunde vor der Bank auf dich gewartet. Mən səni dünən bankın qarşısında 1 saatdan çox gözləmişəm. Sonuncu nümunəmiz isə tələbələr imtahanın cavabını 2 gündən çox gözləməli oldular. 2 gündən çox ya über ya da mehr als'dan istifadə edərək deyə bilərik. 2 gün nə idi? 2 Tage. Akuzativ formada olur. Über 2 Tage. 2 gündən çox. Və deyirik ki,
Die Studenten mussten über 2 Tage auf das Ergebnis der Prüfung warten. Tələbələr imtahanın cavabını 2 gündən çox gözləməli oldular. Deməli, bu qədər biz öyrəndik. Bu dərsimizdə genitiv, dativ və akusativ halını tələb edən sözünlər, hansı ki bu sözünlər cümlə daxilində istifadə olanda zamanı bildirir. Zamanı bildirən sözünlər Alman dilində adlanır temporale preposisyonu. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.